Bir dənə hədis var, deyir, elə ki Fatimə-i Zəhraya gəldi mələklər sual verməyə, iki mələk Allah ayırar, deyər, gedin o qəbirdəkini dindirin. Allah neyniyək ona? Bir suallar verir. Nə suallar verir? Soruşun, görün ki, onun Rəbbi kimdir? Onun qibləsi haradır? Onun kitabı nədir? Bunları soruşun. Onun peyğəmbəri kimdir? Onun imamı kimdir? Bu adam özünə Allahı, Rəbbi, peyğəmbəri kim qəbul edib? Gələrlər, dindirərlər. İndi yeganə yer üzündə Fatimə-i Zəhradır ki, cavablara baxın indi burada. İndi Fatimə-i Zəhraya mələk gəlib sual verir. Rəbbin kimdir? Yeri var Fatimə-i Zəhra desin ki, kimi deyirsən? O Allaha deyirsən ki, ya mən onun hədiyyəsiyəm. Deyər, peyğəmbərin kimdir? Atamı deyirsən? Qiblən haradır? Yoldaşımın beşiyin deyirsən? Gör, Həzrəti Zəhra ilə bunların nə cür əlaqəsi var, ha? İmamın kimdir? Oğlanlarımı deyirsən? Yoldaşımı deyirsən? Sanki mələk baxar bir-birinə, xanıma biz nə sual verək? Peyğəmbərdir bunun atası, imamdır, imamı bu dünyaya gətirib. Nə sual verək buna? Qiblədir, bunun yoldaşı orada dünyaya gəlib. Rəbbidir, Rəbbindən sual verək, Allah bunu hədiyyə verir Peyğəmbərə. Bu Allahın hədiyyəsidir. Mən dünyamı dəyişəndən sonra gecə mənim qəbrimin üstündə qalasan, məni tək buraxmayasan. Və xahişim budur, vəsiyyətim budur ki, atam Rəsulullahın əyninə geydiyi o əbanı qəbrə mənlə qoyasan. İnni əxafi min əzabil qəbr, qəbrin əzabından qorxuram. Bunu kim deyir bilirsiniz? Allahın Rəsulunun qızı qəbrin əzabından, ilk qəbrin qaranlıq gecəsi olacaq. O gecədən mən qorxuram. O Peyğəmbər atamın əbasını mənim bədənimə və mənim qəbrimə qoyun ki, mələklər gələndə həya etsinlər.